20 yaşlı Xaçmaz rayon sakini erkən doğum təhlükəsi ilə Quba rayon mərkəzi xəstəxanasının nəzdində Quba regional perinatal mərkəzə müraciət edib. Xəstəxanadan verilən məlumata görə ilkin olaraq 31-32 həftəlik hamiləlik, aktiv doğuş fəaliyyəti, dölün biri köndələn vəziyyətdə, digərləri isə sarğı gəlişində olduğu aşkarlanıb. Təcrid tibbi göstərişlə hamilə qeysəriyyə kəsiyi əməliyyatına götürülüb. Əməliyyatla qadının çəkiləri 1400, 1600 və 1800 qram olan 3 övladları dünyaya gəlib. Körpələrdən birinin vəziyyəti çox ağır olduğundan süni ventilasiya aparatına qoşulub. Üçəmlərin hər birində dövlət təminatlı Crossurf 120 mg preparatı yeridilib və tənəffüs dəstəyi ilə təmin olunub. Göstərilən yüksək ixtisaslı yardım nəticəsində körpələrin vəziyyəti stabilləşib, ana və körpələri sağlam şəkildə evə buraxılıblar.